məscid ədəblərinə bağlı bir sual vermək istəyirəm. Bəzən görürsən ki, gəlib əyləşirsən birinci sırada, 1 saat qabaq, namazdan qabaq. Məscid dolub, artıq məscid dolub, namaza 3 dəqiqə qalıb. Bir qardaş gəlir, cəmaatı yara-yara gəlib birinci sırada durmaq istəyir. Gəlib özünü səninlə qardaşın arasına salır. Deyəndə də bir balaca sözün ola bilir də, düz başa düşülmür, incir, ya axır, nəysə də boş. Bu aydınlıq götürərsə bu məsələyə. İnciməli nə var burada? Sən əgər ona bunu nəsiyyət edirsənsə, bu şəriətin tələbidir. Şəri cəhətdən sual verirəm. Onun o cür etməsi qadağandır, yoxsa caizdir? Bax, qadağandır, yoxsa caiz? Şəri cəhətdən. Qadağandır. Qadağan. Dəlillər vardı bu arada, hədis var bu arada. Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan deyib, iki qardaşın arasını ayırmaq, çiyinlərdən tullana getmək, iki nəfəri ayrı-ayrı keçmək, bu şeyləri qadağan deyib. Qadağandır şəriətdə. Yəni məşridə girirsə, boş yer görürsə... Məscidə girdin, sünnə də gəldi, nə qədər hədislər gəldi bu arada. Məscidə girdin, harada boş yer tapdın, orada oturursan. Ümumiyyətlə, qadağandır iki nəfərin arasını ayırmaq, o cür keçmək. Bir qardaşa nəsiyyət ededim. O mənə dəlil gətirdi ki, İbn Teymiyyə səhv eləməmsə, o sahabələr haqqında danışarkən, öz kitabında qeyd edir ki, sahabələr namaz qılarkən deyirdilər ki, biz rahat namaz qılmaq. Necə belə bir rəvayət getirdi. Yəni, ola bilir, səşərin sıxlığına görə deyir. O onu əsaslandırdı ki, yəni, problem yoxdur, mənim gəlib birinci sırada durmağım. Yox, problem yox deyil, sən birinci sırada durmaq var. Problem sənin cəmaatı o cür üstündən tullamağındadır problem. Mən də onu deyirəm də, bilmək istəyirəm, yəni ki, onu düz eləmir, deyilən. Təbii ki, düzəm, şəriətdə qadağandır bu. Qadağandır. Özə çox maraqlı bir şey var, qardaşlar. Bəzən biz, şəriətdə klassik qadağalar var da, ümumi cəmaat arasında zinadır, araqdır, şərabdır, tutaq ki, donuz ətidir, klassik qadağalardır. Bunlar gələndə hamı deyir, yox, haramdır, qadağandır. Amma şəriətdə bu cür qadağan məsələlər var. Bu da qadağandır. Bayaqları qardaşla söhbət edirik. Bidət əhlinin kitablarını oxumaqdan gedir söhbət. Məsələn, nə qədər qardaşlara demişik, indi bu mövzudan o qadağaya görə deyir, amma bunu misal olaraq ki, mövzu dağılmasın. Dəfələrlə demişik ki, yəni Əhl-i-Sünnə və Cəma alimləri ittifaq edib, icma edib ki, bidət əhlinin kitablarını oxumaq qadağandır adi cəmaatı. Kim oxuya bilər? Alimlər oxuya bilər və bir də güclü elm tələbələri ehtiyac varsa, nəsə oradan götürəcək, dəvət məqsədi ilə, tutaq ki, rədd məqsədi ilə istifadə edəcək. O da hər elm tələbəsinə də o qapını açmayıblar. Amma adi cəmaat üçün bidət əhlinin kitabını oxumaq qadağandır, yəni haramdır. İndi fikir verirsən, bunu deyirsən belə, görsən səhərsi gün yəndə stolunun üstündə hər hansı bir bidət əhlinin kitabı. Bu hələn başa düşməyib, haramdır. Yəni, bu, biraz asıram bu nə deməkdir. Bu o deməkdir ki, şərab haramdır, bu da haramdır, fərq yoxdur. Yəni, necə ki, mən müsəlmanam deyib, şərab içmirsənsə, müsəlmanam, mən sələfiyəm deyib, bu haramdan da çəkinməlisən. Yəni, bugün müsəlmanların zehində belə bir şey var. Axı, klassik o haram olan şeylər ki var, yəni hansı ki, şəriətdə bilinməsi zəruri olan məsələlərdir. Hətta cahil insanlar da, xristiyanlar, yahudilər də bilir ki, müsəlmanlara bunlar haramdır. Bunların haramlığına sanki qəti etiqad var, yəqinliyi var. Amma başqa bir məsələ gələndə haramdır, qadağandır, caiz deyil, cürbəcür ləfslərdir, hamısı eyni nöqtəyə vurur. Hə? Onda gələndə görürsən ki, ciddi cəhd ilə istəyir, nəysə bir dəlil tapsın, sənin dediyin sözü fırratsın, nəysə özünə bir əl yer qoysun. Olmaz belə. Və məsələn deyirsən, haram deyil tutaq ki, bəyənilmir, məkruhdur. Bəyənilmir. Sən deyirsən ki, filan əməl məkruhdur, deyir ki, yəni qardaş haram deyil, artıq tutursan ki, sözündən bu demək istəyir ki, yəni edə bilərəm, yəni ağıllar 90 dərəcə çevrilib. Və sabah gəlib deyirsən, filan əməl müstəhəbdir, deyir, hə, yəni fərz deyil, demək istəyir ki, yəni etməyə bilərəm. Bugün elə bir məkruhlar olub, yəni məkruhlar olub ki, yəni et, müstəhəblər olub ki, etmə. Bəzilərində. Amma tam əksinədir. Məkruh, yəni çəkinməlisən, müstəhəb, yəni etməlisən. Hətta sahabələr belə fərq qoymurdular.
Düzdür, sahabələrin fiqhində, fəhmində bu fərq var idi. Vacib, müstəhəb anlayış var idi. Usul kitablarında var bunun dəlilləri. Bu elmi olaraq idi. Elmi olaraq götürürdülər ki, filan əməl rukundur, filan əməl müstəhəbdir. Amma əməli olaraq fərq qoymurdular. Onlar üçün o fərq yox idi ki, bu vacibdir, müstəhəbdir. Onlar üçün önəmli olan bu şəriətdən deyə yox. Bu idi. Həmçinin məkruh, hətta bəzi usulçular, bəzi alimlər, xüsusən Hənəfi alimləri məkruhu iki hissəyə bölür. Tənzihən və təhrimən. Harama yaxın və halala yaxın. Yəni, sən hətta elə bir məkruh əməl edə bilərsən, harama düşərsən. Və onun haramlığında ixtilaf var. Ona görə hədisdə gəlib axı, müsəlman gərək dinində o şübhəli olan şeylərdən də çəkinsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.